düşmənə çəpər olublar. Uğrunda vətənin şəhid olublar. Hər zaman onları yad edək gərək. Onlar bu vətənə sipər olublar. Amansız düşmənə çəpər olublar. Uğrunda vətənin şəhid olublar. Hər zaman onları yad edək gərək. Hər zaman onları yad edək gərək. Hazıram hər an mən vətən yolunda. Öz canımdan keçər, qanımdan keçər. Qismət olsun mənə, arzumdur mənim. Şəhidlər içdiyi şərbətdən içər. Onlar bu vətənə sipər olublar. Amansız düşmənə çəpər olublar. Uğrunda vətənin şəhid olublar. Hər zaman onları yad edək. Benim oğlum Cəbrayıl rayonunda şəhid olub. Cəbrayıl azadlığı yolunda şəhid olub. Ben şəhid Səfərov Maarifin anasıyam. Mənim oğlum Qubadlının azadlığı uğrunda şəhid olub. Ben Hüseynzadə Ramazan anasıyam, Hüseynova Pərvanə. Mənim oğlum Azərbaycan xalqının yaralı eri olan Xocalının alınması uğrunda şəhadətə ucalır. Bugün aləm balamızın mövlududur. Bura Minəvvər bacının yanında olmaq özümüzə borc bildik. Aləm balamızın mövludu mübarək olsun. Allah bütün şəhid balalarımızın ruhunu şad eləsin. Qazilərimizə can sağlığı versin. Analara da səbir versin. Atalara səbir versin. Elnur'un anasıyam. Elnur Kəlbəcər Murovdaq istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb. Məkanları cənnət olsun. Əvvəla hamını salamlayıram. Minəvvər bacım tək qoymadıq. Allah şəhid balamızın ruhunu şad eləsin. Alim balamızın bugün mövlududur. Biz də Cəlilabad rayonu Üstəpə kəndindən gəlmişik. Şəhid Şeyx Elməddin Vəlişovun anasıyam. Cəbrayıl döyüşündə, Qubadlıda, Horadizdə döyüşündə faal iştirak edib. Orada şəhidlik zirvəsinə ucalmışdır. Ben salamlayıram. Ben de babaların mövluduna gelmişim. Bu aniyetə Allah səbir versin. Bütün analara səbir versin. Ben de Bəcravandan, Cəlilabad Bəcravan kəndindən gelmişim. Hüseyn Fəridin anasıyam. Qələbənin son günündə Şuşada şəhid olub. Allah bütün şəhidlərin ruhu şad olsun. Mən Quluyev Nəcməddinin anasıyam. Ağdamın Ağdərə istiqamətində şəhid olub. Salın anasıyam. Hadrut'ta şəhid olub. Allah balamızın mövludunu mübarək eləsin. Atasına anasına səbir versin. Ben de Dəmirov Həsənin anasıyam. Mənim oğlum Sumqoşanda şəhid olubdu.
Bu balamızın da mövlüdü mübarək olsun. Atasının anasına səbir versin. Bütün analara səbir versin. Mən də şəhid Məzid Məmmədovun anasıyam. Mənim oğlum Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına döyüşüb və orada şəhid olubdu. Bu şəhidimizin də mövluduna yığışmışıq. Bizim balalarımız elə getdikləri yaşlarında qalıblar. İndi illərdir da üst-üstə gəlir. Onların dəyişməyən yaşlarıdır. Deyirəm ay bala, dəyişməyən yaşın mübarək olsun. Ağamız İmam Hüseynə, siz qonaqsınız inşallah. Əli Əkbərə, Əli Əsqərə yoldaşsınız inşallah. Ruhunuz şad, məqamlarınız daima uca olsun. Allah atalara, analara da səbir versin. Şəhid Şükürova alimin anasıyam. Allah bütün şəhidləri bugün şəhid alimi mövlüdüdür. Allah onun cənnətdəki mövlüdü mübarək eləsin. Məkanı cənnət olsun. Qəbrinin dörd güşəsi güllə olsun. Allah bütün şəhid atalara, analara səbir versin. Allah da onları Kərbəla şəhidlərindən, İmam Hüseyndən, Xanım Səkinədən ayrı salmasın. Şəhid atalara, analara səbir versin. Səbirli olacaq. Mən Əkbərov İbarətin anasıyam. Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid olubdu. Allah alim balamızın da mövludu mübarək eləsin. Məqamı uca olsun. Bütün şəhid analarına da Allah səbir diləyirəm. Mən şəhid Sadiq Ağabalayevin anasıyam. Qubadlıda şəhid olub. Bu balamızın da mövludu mübarək olsun. Mən Cəllabadan Günəşli kəndindən gəlmişəm. Şəhid Başlıyıtıra Deyirçin Ağayevin anasıyam. Mənim oğlum Talışkən Suqovuşan Laçın uğrunda gedən döyüşlərdə iştirak edib və orada da şəhid anasıyam. Mən də onun Laçın uğrunda gedən döyüşlərdə orada şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin. Mən də Cəlilabad rayon könüllü şəhidi Həbibov Füzulinin anasıyam. Mənim oğlum 29 sentyabrdan 29 oktyabra qədər bir ay Suqovuşan istiqamətindən başlayıb bir çox rayonların alınmasında iştirak edib. Qubadlını qutarıb, onlar kəşfiyyatçı olub. Şuşa meşələrinə girib, orada da elə bir satmaq nəticəsində uşaqlara basqın olub, orada şəhadət. Ruhları Allah bizim millətimizə duacı qərar versin inşallah. Bugün alim balamızın cənnətdə dəyişməyən yaşıdır. Allah o mövludları mübarək eləsin, ailələrə səbir versin inşallah və şəhid İmam Hüseynin şəhididir. Allah balalarımızı İmam Hüseyn ağamızla, Kərbəla şəhidləri ilə inşallah məşhur eləsin. Və bugün biz yolda gələndə orada hərbi hissədə andismə mərasimi idi. Həqiqətən ağlamamaq mümkün olmur orada. Allah ölkəmizi, hərbiçilərimizi, əsgərlərimizi, millətimizi qorusun. Qoy balalarımızın uğrunda can verdikləri o bayraq heç vaxt dinməsin. Salam, şəhid anası. Mən də sənin bir balan. Olmasam da qəhrəman, şüca Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Biz məktəbdən vətənpərvərliyi öyrənirik. Bunda müəllimlərin böyük bir rolu olur. Çünki evdə atadan, anadan aldığımız tərbiyə ilə bağlı məktəbdən müəllimlərimizdən də həm vətənpərvərliyi, həm də valideynlərə, böyüklərə olan sevgini öyrənirik. Bugün bizim bir məktəbli balamız, bir şəhid sevərimiz burada şeir dedi, onun göz yaşlarına, yəni analar da ağladı. Biz bir qəhrəman doğrudan da xalqın nümayəndələriyik. Bizim balacalar bu cürə ürəklə bu şeiri deyib göz yaşlarını tökürsə, demək bu vətənin oğulları, qızları əbədiyyən qəhrəmanlığı davam elətdirəcək. Və bizim burada bir şəhidimiz də var, Sadiq şəhid. Sadiq haqqında balaca qısa məlumat vermək istəyərdim ki, o uşaq Rusiyada yaşadığı halda, Rusiya vətəndaşı olduğu halda vətənin dar günündə özünü yetirdi və şəhidlik zirvəsinə qəhrəmancasına ucaldı. Atası, anası onun neşini görə bilmədi, gəlib çatdıra bilmədi. Ancaq bugün o ana, o ata bu torpaqlarda qaldı. Çünki özlərinin bütün evin, eşiyin, hər şeyin buraxıb gəldilər ki, mənim balam, mənim doğulduğum torpaqda şəhidlik zirvəsinə ucaldısa,
mən də bu torpaqda yenidən qayıdıb yaşamalıyam. Bəli, biz belə bir analarla, belə bir atalarla görüşəndə bir daha qürur duyuruq. Və bir daha siz anaların, ataların qarşısında baş əyirəm. Allah sizə səbir versin və bütün gənc nəsil bax bu analara baxıb, bu analar kimi güclü olsunlar. Biz birlikdə güclüyük. Sağ olun. Sağ olun. Kömək olsun. Fəxr eylə mənimlə anacan şəhidəm, dik tut başını məğrur dayan şəhidəm, sil göz yaşını etmə əfxan şəhidəm, ağlar gözlərə oğlum qurban. Fəxr eylə mənimlə anacan şəhidəm, dik tut başını məğrur dayan şəhidəm, sil göz yaşını etmə əfxan şəhidəm, ağlar gözlərə oğlum qurban. Sənə vaxt bil ki bilərəm mən, hər gecə gizlincə yuxularına gələrəm mən, ağlasan gözlərinin yaşını silərəm mən. Eşq ilə baş əydim bu yazılmış qismətə, yarıma de qaldı görüşməyimiz cənnətə, səbr etsin bu ayrılığa firqətə gözəl anam. Fəxr eylə mənimlə anacan şəhidəm, dik tut başını məğrur dayan şəhidəm, sil göz yaşını etmə əfxan şəhidəm, ağlar gözlərə oğlum qurban. Fəxr eylə mənimlə anacan şəhidəm, dik tut başını məğrur dayan şəhidəm, sil göz yaşını etmə əfxan şəhidəm, ağlar gözlərə oğlum qurban. Fəxr eylə mənimlə anacan şəhidəm, dik tut başını məğrur dayan şəhidəm, sil göz yaşını etmə əfxan şəhidəm, ağlar gözlərə oğlum qurban. Fəxr eylə Ay ana, niyə belə bərk sıxırsan? Canım çıxdı axı. Oğlum, əlimdə olsaydı, səni heç yerə buraxmazdım.
Hasrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere garg olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Paşayev Mahir'in anasıyam. Paşayev Mahir xüsusi təyinatdan gizir idi və Paşayev Afiqin anasıyam. Mənim evlatlarımın hər ikisi vətən müharibəsinin iştirakçısı olub, qəhrəmanı olub. Bugün əziz balamızın ad günüdür. Gözəl balamızın ad gününə gəlmişik. Allah Teala bütün şəhidlərimizin məkanını cənnət eləsin. Allah söz də yoxdur deməyə. Gözəl anam, gözəl bacım, Allah hamımıza səbir versin. Sağ ol, Allah kömək etsin. Allah bütün şəhidləri rəhmət eləsin. Ruhi şad eləsin. Məkanları cənnət olsun. Amin. Amin. 28 yaşım mübarək. Sağ ol, alim. Dua qurban. Dua qurbanı alım. Sağ ol. Bitib tükənməyən yaşım mübarək olsun. Ad günün mübarək Sağ ol. olsun.